balam özü gedə bilir. Aferin balama. Ömer, hardadır park burada? Aysa. Qəşəng parkdır. Anası qurban. Hədə, mamasının ürəyi, hədə. Gedək parka. Herkese salam, kanalıma ve yeni bir vloguma hoş gelmişsiniz. Kızlar, necəsiniz? Ümid edirəm, herkes yaxşıdır. Yeni gelen izleyiciler, hoş gelmişsiniz deyirəm bir daha. Yoxlayın, eğer abone olmamışsınızsa mənə abone olun. Abone olarak izleyin videolarımı. Bolca yorum yazarak destek göstərə bilərsiniz. Mənim kəşfətə düşməyimə şərait yarada bilərsiniz inşallah ki. Bugün kızlar, səhər qalxdım, evi sərgiyi saldım, elədim. Ola bilər günəş oradan əks düşür, bilmirəm indi tam necə düşür üzüm. İşlərimizi gördük, hava yaxşı, dedik çıxaq Ömərlə parka. Gəlmişik parka. Sabah inşallah turla qəşəng bir yeri gəzməyə gedəcəyik. İndi buradan çıxıb yəqin ki mamam gilə gedəcəyik. Axşam Öməri mamama qoyacağam. Oradan sonra biz sübh tezdən çünki tur avtobus çıxır yola. Gözdə oğlum. Yola çıxacağıq. Ömər isə qoyacağım mama gilə. Çünki avtobusdan biraz çətindir o yol uşaqla getmək. Oğlum oradan boylanma. Oğlum boylanma oradan. Sürüş. Qızlar, boşun. Ömər qoymadı danışım. Getmək istəyirik. Yəni Ömərlə düz gəlmir də avtobusla. Tanımadığımız insanlarla. Ona görə dedim birdən çətinlik törədər Ömər yolda. Düz Ömər belə çətin uşaq deyil. Bayrağı var, yaxşı gəzməyə xoşlayır eləyir. Mesela getdiyimiz yerdə oturacaq ki park olsun, əyləncə olsun. O istəyir də. O da olmayacaq. Pis olacaq ona görə. Yapacaq təkdir. Başımla. Qayıdıb gələndən sonra onu yenə də başqa bir yerə apararıq. Belə. Burada birisiz haradır? Qalaramandakı parkdır. Qəşəngdir buralar. Kızlar, nəhayət ki turumuz başlayır. Biz hal-hazırda evdən çıxmışıq. Gecə saat 3'dür. Ömər yatıb nənə baba gildə. Biz çıxmışıq, gedirik Gənclik istiqamətinə. Oradan avtobusumuz çıxacaq. Qarabağ turuna gedirik. Nəhayət ki illər sonra biz yoldaşımla bu yola getməyə qərar gəldik. Uzun illər yoldaşım bilirsiniz Qarabağ bölgəsində xidmət edib və müharibədə də iştirak edib. Vətən müharibəsi veteranıdır. Eyni zamanda mənim əmim 1-ci Qarabağ müharibəsi şəhididir. Hər iki tərəfdən də çox duyğu dolu anlar yaşayıram. Bu istiqamətə doğru getmək heç bizə asan deyil. Həqiqətən üzümün bir hissəsi gülür, bir hissəsi isə doğrudan durğundur. Həm yoldaşımın şəhid döyüş yoldaşları var. Onları xatırlayır bu yolda. Mən ilk öncə əmmimi necə gedib, necə sevdiklərindən uzaq qalıb və nə hisslər keçirdib onu düşünməyə çalışıram. Və eyni zamanda şəhid analarının, bacılarının yerinə özümü qoyuram. Yəni bir sözlə bu yol belə deyim də istirahət, piknik, yay gəzinti kimi biz getmirik. Bu yolu biz mənəvi anlayaraq, mənlə, yəni hiss edərək uzun illər sonra cürət tapıb çıxmağa qərar gəldik. Çünki düşündük ki bizim də haqqımızdır gedək və nəhayət ki biz ayağımızı bu torpaqlara basaq və uzun illər mən yoldaşım bu istiqamətə doğru hər zaman dualarla yola salmışam. 20'li yaşlarımın en gözəl illərini ayrılıqla keçirtmişəm, qorxu ilə keçirtmişəm. Ancaq həmd olsun ki hər zaman dua ilə yola salmışam, şükürlə qarşılamışam. Rəbbim şəhidlərimizə rəhmət etsin. Quran-ı Kərimdə deyildiyi kimi onlar ölü deyirlər, onlar diridirlər, siz bilmirsiniz. Allah Teala bizə bunu buyurur. Onlar ən uca məqamdadırlar. Onlar vətənlərini, biz ana bacılarını qorumaq üçün canlarını, sinələrini bizlər üçün sipər etdilər. Allah hər birindən razı olsun. Allah onların valideynlərindən razı olsun. Bütün anaların əllərindən öpürəm və başlayaq gəzintimizə.
Gəlib çatmışıq Ağdamın ərazisinə. Sizə bir neçə məlumat vermək istəyirəm. Ağdamın ərazisi bilirsiniz düzəngahlıqdır və burada ermənilər uzun illər heç bir şey tikməyiblər, abadlıq işləri görməyiblər. Bunun səbəbi var əslində. Çünki ermənilər düşünürdülər ki, müharibəni Ağdam istiqamətindən başlayacaq Azərbaycanlılar. Ancaq təbii ki, onların düşündüyü kimi olmadı. Onlar buranı sırf müharibə üçün saxlamışlar. Yəni buradan başlayarlar, dağıntı olar. Ona görə də heç bir ev falan yoxdur bu istiqamətdə, yəni bu düz ərazilərdə. Və Ağdamda, eləcə də digər bölgələrimizdə də bilirsiniz ki, bir çox məscidlərimizi dağıdıblar, söküblər. Hətta Şuşanın özündə də bir neçə məscid gördük ki, orada söküntü işləri olub. Əməlli başlı dağıdıblar, talayıblar. Divarlarına qədər az qala ki, qazısınlar. Ağdamda isə Cümə məscidi nə üçün dağıtmırlar? Çünki onların minarəsindən bütün Ağdam ərazisi görünürdü və düşünürdülər ki, buradan hücum olunsa minarədən belə deyək, qala kimi də, yəni məsciddən istifadə edərlər. Amma məscidi əlbəttə ki, hal-hazırda bərpa olunub, restavrasiya olunub, baxın, və məscidin üstündə, daha doğrusu önündə plakatlar da var ki, necə orada donuz saxlayıblar onlar. Yəni dağıtmayıblar, ancaq ürəkləri soyumayıb, buna görə də oranı tövlə kimi istifadə ediblər. Burada sakitcə namaz qılmaq mümkün deyil. Herkes öngördüyünə namaz qılırdı. Çok güzeldi, çok güzeldi. Hatıra bacımın salam olsun. Allah'ın salamı olsun her birimizin üzerine. Çok güzeldi. Bir tek onu diyebilirim kızlar. Burası çok güzeldi. Gelin. Ben bütün sevdiklerimi altlarını çektim. Her gün için dualar ettim. Başta şehit emmi olmakla bütün şehitlerimizin ruhu şad olsun. Bu da Ağdamda görməsi. Görməsi. Nətər təəssüratdan içəri girəndə qadınların yeri bir başqa idi. Güzel. Çox danışmağa söz yoxdur. Bu da Ağdamın ərazisində olan Şəhidlər Xiyabanıdır. Qızlar, burada milli qəhrəman Allahyar Bağırovun qəbri də var idi və burada bizə məlumat verdilər ki, o Xocalı soyqırımı vaxtıda 3 gün ərzində 1000-dən çox insanı əsirlikdən xilas edib. Eyni zamanda onun sinif yoldaşı olub o vaxt, o dövrdə. Bilirsiniz, ermənilərlə bir müddət, yəni Azərbaycanlar bir yerdə yaşayıblar və onun erməni dostu bu qədər, bax, bu qəbirlərin hamısı dağılmağına imkan verib. Ancaq qəbrin onun olduğunu biləndə bir tək onun qəbrini dağıtmağa izin verməyib o erməni. Adını indi yadımda saxlamadım. O qədər həyəcanlı idim ki, və mən o ermənilərin adlarını yadımda saxlamaq belə istəmirəm. Və bir tək onun qəbrini dağıtmayıblar. Bir də onu da qeyd edim ki, Ağdam ərazisindəki qəbristanlıqların dağıdılma səbəbi o idi ki, çünki yenə deyirəm, ermənilər düşünürdülər ki, Azərbaycanlar bu istiqamətdə müharibəyə başlayacaqlar və onlar qəbirlərdən səngər kimi istifadə etmək, yəni gizlənmək üçün və anidən bizim əskərlərə, zabitlərə tələ qurmaq üçün, yəni oranı dağıtmışdılar. Bu da onların vandalizmi, bu da onların vəhşiliyi göz önündə. Allah bir daha deyirəm, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Və əslində buranı gəzərkən çox düşündüm. Hal-hazırda biz Xankəndi istiqamətinə doğru gedirik. Çox düşündüm ki, bəlkə də çoxdan gəlməliydik biz buralara. Biraz gecikmişəm bəlkə bu vlogu paylaşmaq üçün. Çünki bütün müharibədən sonra hər kəs gedirdi, çəkirdi, qoyurdu. Amma mən inanıram ki, bizim vaxtımız bu vaxt idi bura gəlməyə. Çünki müharibə bitdikdən sonra belə mənim həyatım yoldaşımla ha-ha-hi-hi keçmədi. Müharibə bitdi. Tam 8 ay sonra mənim yoldaşım evə gəldi. Yəni düşünün, o 8 ayda müddətində, yəni təkcə 44 gün deyil. Ondan sonraki 8 ay müddətində də mən hər zaman qorxu içində olmuşam. 8 ay sonra o bir də müharibədən, stressdən sonra qovuşmaq nə demək idi? Əlbəttə ki, biz o periodda hər kəs kimi video, vlog, status, nə bilim, şəkil çəkmək falan bu hayda olmamışıq. İndi də yenə deyirəm, bura gəlib gəzmək, görmək məqsədimiz.
sadəcə şükür etmək və nələrdən keçib Azərbaycan xalqı, onu bir daha özümüzə xatırlatmaq. Çünki insan öz yaşadığı coğrafiyanın gözəl tanımalıdır və tarixini gözəl bilməlidir və heç bir zaman unutmamalı tarixi və övladlarınıza da tarixi gözəl öyrədin. Keçmişini heç bir zaman unutmasın heç kəs. Keçmişini unudanın çünki gələcəyi olmur. Bunu yaddaşımıza gözəl yazaq. Onu da qeyd edim ki, bəzən insanoğlu doğrudan da çox səbirsiz olur. Bəzən yox, heç insanoğlu səbirsizdir və unutqandır. Səbirsiz olmaq olmaz. Baxın, hər yan dağıntıdır. Həqiqətən də şərait sıfırdır və elə istiqamətlər var ki, məsələn, yoldaşım artıq neçə müddət o istiqamətə doğru getmir və deyir ki, hə, bax, burada əməlli yol çəkilir, burada əməlli dəyişikliklər var. Yəni, oranı görən adam əvvəlini deyir ki, hə də, yəni dəyişiklik var. Yəni, səbirli olmaq lazımdır. İnşallah ki, Rəbbim dövlətimizin, vətənimizin, torpağımızın üzərinə bərəkət yağdırsın. İnşallah ki, insanlarımızın, xalqımızın yaşayışı gözəlliyə doğru getsin, şərait daha da gözəl olsun. Səbirli, təmkinli olmaq lazımdır Allahın izni ilə. Mən inanıram ki, Azərbaycan xalqı həqiqətən biz yaradan və qurucu xalqıq və mən görürdüm o istiqamətə doğru artıq yaşantısı olan evləri. Maşallah olsun. Hətta balkonlarını bəzəyən ailələr var idi və bu məni çox sevindirirdi bu görüntü. Həmd olsun yaradana. Siz necədir? Heç nə insan danışmaq istəmir. Normalda məsələn, hər hansı gezməyə gedərsən, danışmaq istəyirsən, başa salmaq istəyirsən, yaxud məsələn, deyirsən, gülürsən, yemək paylaşırsan, nə bilim, nə edirsən, amma bura yeganə bir yerdir ki, burada danışmaq istəmirsən, burada ancaq susmaq istəyirsən, susmaq. Qürurlanırsan, qəlbin belə qürurlanır, pöhrələnir, sözsüz, amma qəlbə bir susqunluq var qəlbdə. Həmd olsun Rəbbimə. Allah rəhmət eləsin şəhidlərimizə. Bugün bizə yaşadı. Bütün igid oğlanlarımızın şad olsun. Qalanları da can sağlığı versin Rəbbim. Şimdi Orxan gəldi. Deyirəm ki, bir vaxtlar idi. Televizordan baxırdıq. Deyirdik ki, oyda, bura Ermənistan'da yəqin daha heç vaxt ola bilməyəcək bizim. Odur Zəfər abidəsi. Hə, orada çəkəcəyik videonu. Qəşəngdir, sakitdir. Belə şit adamlar yoxdur turda. Zaten bura gəlməyə qərarlaşdıran adamlar inanmıram. Çox şitin çıxardan adamlar olsun, bəzən turlarda olur da belə. Bu bizim bulvarda olan abidə yox şiri, hə? O kim bir şeydir. Nədir bilmirik. Parlament binasında amma üzbəyiz diyorum. Konservli stadion. Hə? Bəli. O binalar nədir bəs? Şey. Arxada parlament binasıdır. Burada bir restoran var. İndi mahnıya görə düzdür, mən onsuz da telif haqqı yiyəcəm, amma nəysə. Bu videonun onsuz da nə pul qazanmaq üçün çəkmirəm, nə baxış yığmaq üçün çəkmirəm. Yadigar qalsın deyə çəkirəm. İnşallah. Adı Böyük... Nədir restoran adı? Böyük Tunar'dadır restoranı. Nəysə, belə bir restorandır Xankəndidə. Gəlmişik, oturmuşuq. Çox belə diqqətlə çəkmirəm insanlar tam düşməsin. Biraz kondisioner yanmır, isti içərisi, amma olsun, pis deyil. Ventilatorlar var, amma bir baxın, yoldaşım soruşacaq. Bəlkə içəri zalları havalandırmalısı, içəri keçək. Nahar vaxtı hər kəs özünüz, yəni ayrı-ayrı otura bilər, amma turun gətirdiyi yəni ki, restoranda otura bilərik də belə. Belə bir menyuları var qızlar. Belədir menyuları. Biz yüngül yemək istəyirik, çünki çox istidir. Bir yemək olmur ona görə. Lahmacun sifariş verdik, bizə kartuşka sifariş verdik, deyib. Belə ayranla, inşallah səhərin yiyərik. Yeməklər də münasibdir. Bakalım tadı necə olacaq. Görüntü olarak qəşəng göstərdi. Bax, dadı necədir?
Yeməyimizi yedik, nuş etdik, elhamdülillah. Çıxdıq, indi yenidən gedirik. 25 dəqiqə yeməyə vaxt ayrılmışdı. Çalışdığımız qədər bəzi, məsəl üçün durduğumuz yerlərdə tez çıxmağa çalışırıq ki, məscidlərdə daha uzun vaxt keçirdək. Məscid sağ olsun tur rəhbəri deyirdi ki, namaz qılan xanımlar üçün, qardaşlar üçün, yəni ki, gözləyəcəyik nə qədər lazımdır, belə. Şuşa istiqamətinə doğru gedirik. Şuşa qalasına, Gəncə qapısına aparacaqlar, Cıdır düzünə aparacaqlar. Sonra Gövhər Ağa məscidinə aparacaqlar inşallah Allahın izni ilə. Sonra Daşaltı əməliyyatı keçirdilən istiqaməti bizə göstərəcəklər, belə. Gözəldir, havası da möhtəşəmdir Şuşanın, mən çox bəyəndim. Burada elə bir ki, palıd ağacı çoxdur, ya bilmirəm hansı ağac çoxdursa, qəlbə belə nəfəs almaq çətindir. Həm də oksigen əlbəttə ki, çoxdur, təmiz havadandır. Biz Bakıda çirkli havadan çıxmışıq deyə birbaşa. Yəni bu görüntülər telefondan və avtobus şüşəsindən o tərəfə o deyil də. Mütləq gəlib görmək lazımdır. Dəhşət bir şeydir. Dünyanın dörd bir yanından insanlar gəlsə heyran olacaq da. Yəni bəzən deyirlər, ay İsveçrə belə, ay Norveç yerə, ay nə bilim hara belə. Valla mən öz vətənimin bu gözəlliyini heç yerə dəyişmərəm. Yəni heç bir istirahət zonasında dəyişmərəm. Bu dağların gözəlliyinə baxın, ilahi. Yəni Allah-u Teala bütün coğrafiyalar üçün gözəllik mütləq ki yaradıb. Hər yerdə gözəl təbiət, dağlar, altından axan çaylar Rəbbim yaradıb da, həmd olsun. Burada İsa bulağıdır qızlar. Nəhayət. Bura bir başqa qəşəngdir. Çox sıx deyə burada meşə. Hə? Çox sıxdır meşə. Bir də çox dikdir. Məndən qurtulmaq üçün məni atmaq istəyir. Aşağı. Atam baxar bu videoya. Video. Aa, orada şey var. Görmür. Ne kadar da adam var. Burada ne güzel koku gelmemiz var. Bizim turun yaşlılarına bakın. Bir mahın çalını oynayır. Dəhşətdir. Keyifləri bunlar. Bunların keçavalıqları yadlarına düşüb. Burada toyları olub, şahlıqları keçib. Bayaqki qadın danışır ki, xalamın evi idi orada, məscidin yanında Şuşada. Hamısını söküblər. Mənzərəyə baxın. Arxadan gəlir xalalar, hamısı dua edirlər. Şəhidlərimiz üçün, qazilər üçün, veteranlar üçün. Yeni yaxşı qrupla gəlmişik ki, çoxsu yaşdır və yaxud da bizlə yaşıdır insanlardır. Edirəm, zaten bura oyun əyləncə üçün düşünürəm gəlməz. Dərk edən adam gələr də başa sala bildim yəni ki fikrimi. Çox gözəldir. Necə çəkimi ötürmüşsə o gözəlliyi bilmirəm. Mümkün deyil ötürmək. Gəl baxmaq lazım, görmək lazım. Məhəmməd. Ona baxın necə geçir. Yüzümüz gülür çok şükür. Gezdik. Çok şükür. Çok güzel. Neyse ben çok danışmak istemiyorum. Biraz oturup orada dinlenmek istiyorum. Şuşa qalasının arasında qəşəng bir restoran var. Şuşa qalası.
Cafe City. Belki Cafe City filialdı. Geçəkdir. Gör nə gözəldir o. Fransız kinolarındakı restoranlara oxşuyur. Bu da Şuşa qalası. Bu meçhidin adı neydi? Güher alan yukarı, aşağı güher alan. Ne güzeldi. Ay Allah. Selamünaleyküm. Spa. Mehmet. Kızlar, meçhitteyim. Namazımızı kıldık. Çok yavaş danışırım. Çok güzeldi bura. Sessiz çekeceğim buranı. Muazzamdı. Güher ağa, meçhidi diyesen. Sevetmem saat heyecandan karıştırabilirim. Çıkada da ekleyeceğim. Deyirəm ki, bəyəndiniz bu vlogumu, bəyənməmək mümkün deyil. Damarınızda Azərbaycanlı qan axırsa, inanıram ki, səvərək izlədiniz bu videonu. Sağ olun, salamat qalın. Mən burada tamamlayıram.